Hamınıza salam. Biz Adı Üniversitesi'ne gəlmişik. Və sizə birinci adı haqqında məlumat verəcəyik. Sonra da sizə bir proqram göstərəcəyik. Oyun göstərəcək və sizin internetin işləmə prinsipini başlayacaq. Burada mənim 3 tane yoldaşım var. Birincisi kameraman var Məhəmməd. İkincisi Leyla və mən Salih. Və sizə adı haqqında necə girmiş olar. Buradakı nəticədə onu başlayacaq. Birincisi adamın çoxluğu sadəcə başqa kampüsü yoxdur. Gəncə Müfrüsü yerləşir, başqa kampüsü. Həm də Qazaxda, Gəncədə bir çeşitli mərkəzlər var. Həm də ki, çoxlu Həm də ki, çoxlu demək, görürsünüz ki, Adı Üniversitesi bitirən kimi 90% insan iş tapır. Böyle güzel şey yoxdur. Həm də ki, 5 min yaxın tələbəmiz var. 5 min yaxında təxminən 200 nəfəri əzəlir. Yəni xaricdən Başqa ölkədən, Amerikadan, Yaponiyadan, Qazaxstandan. Necə Adı Üniversitesi qəbul olmalılar? Bunun üçün yəni iki yol var, həm də üç yol var. Birincisi bu qəbul olmalıdır. Yəni Respublikadan olimpiadası, ya riyaziyyat, informatika və ya fizika fənlərində. Ya da ki, İngiliz tutaqlarsa 660 yuxarı və elə ixtisaslar var ki, 500 yuxarı Adı Üniversitesi girmək olur. Həm də ki, bir dənə yol var, SAT ilə. Bir şeyə də fikrinizi yönəltmək istəyirəm ki, kompüter elmləri üzrə minimum bal 692 bal olub 700 bal üzərindən. Yəni o göstərir ki, universitetdə yüksək bilik səviyyəsində malik olan tələbələr oxuyur. Həm də ki, çoxsaylı imtahanlarına. Sən 45 nəfər elə qəbul olur, gördünüz. Həm də ki, SAT ilə qəbul olmalı olur. Əslində biz informasiya texnologiyaları və mühəndislik fakültəsindən gəlmişik. Mənim ixtisasım belə olaraq informasiya texnologiyalarıdır, lakin 5 ixtisas var. Kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat və elektrik və elektronika mühəndisliyi. Bunlar hamısı kompüter barədə öyrənir. Həm də ki, dışarı əladır yəni. Günə bir dənə şey var olur. Günə bir dənə bayram olur. Tədbirlər çox olur. Yəni hər gün bir dənə qruplara qoşulub etkinlik eləyə bilərsən. Güzel bir şey. Və sosial həyata da önəm verilir. Dərsdən başqa fərqli dərnəklər var. Musiqi, şahmat, rəsm və s. əlbəttə belə. Biz demişdik ki, 90% məşğulluq reytingi var. O deməkdir ki, bu universiteti bitirən hər kəs demək olar ki, iş tapa bilir. Soruşa bilərsiniz, nəyə görə belə rahat iş tapa bilirlər? Çünki universitetdə oxuyan zaman Employability Week, yəni məşğulluq həftələri adında tədbirlər keçirilir və bu tədbirlərə iş adamları gəlir və sizə öz şirkətləri haqqında məlumat verir və siz özünüzü yaxşı planda göstərsəniz sizə iş təklif edirlər. Və siz belə şəkildə təcrübə qazanırsınız. Qarşı oxumasını var. Əlin qalır. Bizim universitet buna görə çox mükəmməldir. Sizin adamın içində də yəni əlaqəsi var. Bu çox əla bir şeydir. Adı da oxusanız, əgər 200-300 kursada qiymətiniz çox olsa, siz bir illiyinə ya da yarım illiyinə göndərirlər ki, orada təhsil alırsınız. Ben de kardeşim olsa bir insan değil. Bu universitetdə üstə bilərsiniz. Ben lazım koyayım. Koreyanın da əlaqələr, Kayseri Universiteti. Yəni burada ölkələr görürsünüz. Yaponiya, Koreya, Türkiyə. Çox ölkədən əlaqələr var. Avropa ölkələri ilə əlaqələr. İndi qəbul barədə deyək, öncədən də demişdik, 5 il qəbul olmaq olur. Dil imtahanı, yəni Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticəsi ilə ya pulsuz, ya pullu şəkildə də oxuya bilərsiniz. SAT imtahanı 2 fəndən ibarətdir, riyaziyyat və ingilis dili fənni. Onlardan 1600 bal oxuya bilərsiniz ümumi olaraq. O imtahanın nəticəsi ilə də qəbul ola bilirsiniz. Bu imtahan IB A-level idi. Əslində sizə tam tanış olan bir şey deyil. Xarici qəbul olan uşaqlar bu imtahanları verir. IB elə bir attestat diplom xəbəri kimi sayılır. Adamın öz məktəbi var. 11-ci, 10-cu sinifdə siz onların məktəbini bitirsəniz, adam məktəbinə. Ortalamanız 4 üzərindən 2-dən yuxarı olsa, siz adam universitetinə heç bir imtahan vermədən qəbul olunursunuz avtomatik şəkildə. Və olimpiada qalimi, Respublika fən olimpiadası da ola bilər, beynəlxalq olimpiadalar da ola bilər, lakin iş fəndən, riyaziyyat, informatika və fizika. Mən olimpiada qalır ya, o dillə qəbul olur və o da ki, SAT-ilə. Yəni, 3 yolu soruşa bilərsiniz. İndi tələbələr haqqında biraz danışmaq istəyirik. SAT-dən dediyim kimi 1600 bal toplamaq şansınız var. 800 riyaziyyat, 800 ingilis dili üzrə. 1200 bal hər azı toplamalısınız ki, ada ixtisaslarını yaza bilərsiniz, 3 ixtisas yaza bilirsiniz. Və bununla da yanaşı dil sertifikatı olmalıdır. IELTS, TOEFL, Duolingo ən azı 9 üzərindən 6 olmalıdır IELTS dil biliyiniz. TOEFL da 120 üzərindən 75, Duolingo da 160 üzərindən 105. Ben kardeşim hem şey olsa Duolingo oynuyor. Ne dayı? Onun imtahanı da var. Orada 105'in yukarı alıyorsanız, İngilizce okumak seviyorsunuz. Məsələn, mən 120 bal imtahanda ingilis dili oxudum. Ben qəbul olmalıysa, yəni İngilizce bilməmiş problem deyil. Sən daha sizə 2 il vaxt verirlər ki, İngilizce öyrənəsiniz orada. Birinci ilə qurtarmaz, ikinci ilə başlayın. Bu 2 proqramda bir ildə qurtarsınız olur. Bir ildə, yəni sizə bütün İngilizcəni öyrədirlər və birinci kursdan başlaya bilirsiniz. Həm də İngilizcə. Və ən azı 400 balınız olmalıdır. Amma o demək deyil ki, siz 400 bal ixtisas qəbul olursunuz. Xeyr, çox vaxt bal 600 üzəri olur. Sadəcə ən az 400 bal olmalıdır ki, siz yaza bilərsiniz bu universitetə. Amma kənd təsərrüfatı ixtisaslarına görə 300 balda məsələn 700 üzəri. Bu da Ada School, yəni Ada məktəbinin məzunları 4 ortalamadan həm 10-cu sinif ortalaması, həm 11-ci sinif ortalamaları 2-dən yüksək olmalıdır və ən azı C- qiyməti. Bizdəki kimi deyil, yəni orada qiymətlər, orada hərflərlə də qiymətlər. A, B, S, D, Y, bizdən indi universitetdə bu şəkildədir. Bu da daha növbəti bir imtahanda IB nəticələri ilə. Bunlara çox fokuslamayacağım çünki çox sanki bilmirsiniz bu imtahanlar haqqında. Və bir şey də çox vacib bir şeydir ki, bu dövlət xarici yerə, yəni pulsuz oxuyursunuz, heç bir ödəniş etmədən və stipendiya alırsınız, yəni təqaüd alırsınız.
6 ixtisas üzrə üyelər açılmışdı. İqtisadiyyat, maliyyə, riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri və kompüter mühəndisliyi hər birində 30 yer olmaq şərti ilə. Mən məsələn informasiya texnologiyalarında indi dövlət stajında oxuyuram. Burada da ixtisaslar üçün hansı alanda görülür? SAT balı, yəni ortaladan azdır, amma yəni də 1370 hesab, yəni o dəqiq 20 ihtimalı yox, ən yaxşı olması. Məsələn, kompüterlər bu 1500 cəhələ var. Din balı, yəni çox ixtisas üçün gəlişir. Məsələn, görürsünüz, din ballarda 446-dır, amma kompüterlər üçün 641 olur. O şansında en önemli. Yəni SAT imtahanı nəticəsilə siz hüquqşünaslığa qəbul ola bilirsiniz. Onun üçün digər imtahanları verməlisiniz. Və bir şeylər diqqət edin, çünki dövlət başlayacaq. Burada göstərilən ballar ödənişlərin əsaslanan ballarıdır. Yəni deyim ki, 600 məsələn, Bir ihtimalle için devlet hesabı. xeyr, 642 yaz olan 642 pullar əsaslanır. 660 olmalı. 660 Ən az altı. Hər ildə göstərir. Məsələn, kompüterlər 690 şey alır. Günəllərdə, yaşatmalarda devam edir. Onların mənə mesajası da Nələrdir? O sözdə gözünüz görünür. Biz verir. buna nəyə görə gəlmişik? Sizə Bagarena oyunudur. Oyunun barəsində süni intellektin güclənmə prosesini. Siz yəqin ki, hamınız çevriltini bilirsiniz. Süni intellekti və onun mexanizmi bütün digər süni intellektlərdən işlədir. Əslində tam olaraq oyun deyil, öyrənmək üçündür. Burada bir çox algoritmlər var. Əla. Burada hətta oyunda necə xarakteri, yəni tərcih edilə bilərsiniz və ya necə artıq hesab edər, onu yəni öz algoritmlə uğraşdıra bilirsiniz. Sizin üçün axırda kompüter göstərəcək necə edirsiniz? Hətta siz qruplarda yazırsınız. Burada bir-birinizdən yarışır. Telefonla eləmək olar, amma orada çətinlik biraz. Planşetdə olur. Bir şey yanında saklayın ki, kompüterin hizmetleri daha çok önemli telefonu. Yanında daha yüksek ekran var. Ona görə biraz necə? İndi sizə bir sual verəcəm. Zəhmət olmasa hamı cavab versin, çəkinməyin. Düz və səhv cavab yoxdur. Sizin biliklərinizə görüşmürük. Sadəcə əvvəl. Kompüter elmləri deyəndə ağlınıza kompüterdən başqa nə gəlir? Sizcə kompüter elmləri kompüterdən başqa nə haqda keçir? İnformasiya öğretilir. Düzdür. Başqa nəsə əlavə etmək istəyən var? Elm öğrenilir. Başqa? Yoxsa sizə kompüter elmləri nəyə öyrən? Kompüterdən başqa. Necə? Kompüter elmləri nə haqdadır? Nə keçirir orada? Yəni sizə bizdə keçən qalt nə? Bence düzdür. Ama başka bir şey hakkında da geçirelim. Məlumat deyil. Təəssüf. Peki. Gələcək kompüter. Daha çok cevabı indi səsləndirmək istəyirəm. Texnologiya. Siz texnologiya barədə öyrənirsiniz burada. O deməkdir ki, yəni əslində kompüter özü də texnologiya sayılır. Lakin texnologiya təkcə kompüterdən yox, başqa cihazlardan da ibarətdir. Təsəvvür eləyə biləcəyiniz hər şey texnologiyadır. Sizə bir dənə sual soruşaq. Sizcə bu texnologiya öyrənmək niyə önəmlidir? Və hansı üstünlüklərə yol açır? Daha asan iş yapmak. Düzdür. O da düzdür, amma niyə asan işlər? Dedi yəni texnologiya düşün. Aha. İşlerin çoğusu kompüter barədə var. Düzdür. Başqa nə tələb etmək şey var? Başqa fikriniz yoxdur da? Buyurun. Çox əla cavab var. Yəni texnologiya olsa gələcək qurulur olsun. Sizə cavab. Əslində lazım desə texnologiya yox. Bu da belə texnologiya Çox əlaqəsi yoxdur. Çünki bu texnologiya daha çox elektrik var. Amma sizin texnologiya daha çox fərqli şeylər. Əl işi belə deyil. Fənnin adı dəyişdirmək. Bizim ətrafımızda olan dünyanı başa düşmək üçün. Çünki məsələn 20-30 il əvvəl olan dövrə baxsaq, bir işdə 10 nəfər işləyirdisə, indi həmin o işi bir nəfər görə bilir. Və qalan 9 nəfərin işini kompüter və ya başqa cihazlardan əvəz edə bilir və bu bütün sahələrdədir. Təkcə ofislərdə və ya məktəblərdə deyil, fərqli yerlərdə və ona görə indi bizim ətrafımızda olan dünya texnologiyadan ibarətdir və o haqda biliyiniz çox olmasa iş tapmaq perspektivləriniz də aşağı düşür. Həm də işiniz çətinləşir yəni. Çünki texnologiya sizə kömək edir ki, daha tez işlər, daha tez şeylər. Başqa iş haqqında deyənlər çox düz demişdi. İş tapmaq üçün bacarıqlar. Çünki get-gedə rəqabət artır. Yəni işlər asanlaşacaq, bir işi 10 nəfər gördüyü işi bir nəfər görə bilir. Bütün texnologiya sayəsində. Ona görə də daha çox texnologiya haqqında öyrənib, işləri daha asan. Siz vaxta dərs edəcək şey. Və ən əsası çünki maraqlıdır və təzə şeylər yarada bilərsiniz. Dünyanı gözəlləşdirə bilərsiniz buna görə. Məsələn, nəyisə maraqınız var yəni texnologiyada. Necə? Nəsə? Mən də buradan istədim. İstədiyi bir nə? Neyde marağın? Ha? Neye? Biraz neye? Ben de marağım var ama neye? Grafikçənin şey telefonların necə yaranır, ya uzaqdan uzağa necə danışılır. Robotlar. Başqa Mən də burada öyrənəcəyəm. necə robotlar? Oyunlar izləyirlər. Oyunları da. Oyunlar. Mən çox oyun. Mən də bir şey var.
Ən böyük tərəfi o üzəri yəni çox biraz adakı biraz Əsas bu, ha. Gəlin bir dəqiqə qabaqda bunu deyək. Əslində çox məntiqli cavabdır. Bu sahədə yaxşı pul qazana bilərsiniz. Buna görə mən dünya da yox. Çox lazım. Üçündə qaldı artıq. Keçəcək işlər sınaqlar. Və indi bizim mövzumuza daha çox aid olan sual süni intellekt nədir? Yəni süni intellekt necə işlədir? Siz məsələn həmin o ChatGPT-ni nəyə yoxlayırsınız? Hansı məqsədə? Bəli, buradan başla. Hamımıza soruşaq. Buyur. O şahı soruşaq. İkimiz de bir yerde değil, ne olacak? Buyur. Oradan çox şeylər öyrənə bilirik. Məsələn, oyun qurmağı da bəzən öyrənə bilirik. Yəni oradan Yox, sənə sual verir ki, sən necə istifadə edirsən ChatGPT-ni? Məlumat almaq demək. Bunu sən söyləyəcəksən. Hamıdan soruşacağım. Əllərimizi sallaşarıq, Əlləri saxlayın. ən sadəsi qaldıq görülür. Sən özün ChatGPT-dən yəqin istifadə edirsən. aradan oradan yəni soruşuram ki, yəni oyun tavsiyəsi ver də mənə. Yəni maraqlı bir oyun ver mənə. Mən yəni tavsiyə ver mənə. Mən də onu oynayıram. Məsələn, hə. Çox dərsəm. Hamı olsun. Dərsləri yazmaq. Biraz şurayılacaq. Telefonum açılmır. Ondan soruşuram ki, başqa bir telefonda niyə açılmır? Niyə bilmirəm ki, Siz bilmədiyiniz şeylərdə heç öyrə iştirak edəcək. Yəni ta deyil. Gidelim bir qarşı. Məlumat almaq üçün. mən məsələn telefonda temas qurmaq lazımdır. Belə başa düşün, hamı məlumat almaq üçün, təzə bir şey öyrənmək üçün istifadə edir. Belə. Ondan sonra Dərslərimdə nəşə başa düşdüyümdə Heç anlamda o məqsəddə. Şimdi insanlara məlumat verən bu. Deniz istifadə etsin. Mən elə istifadə edirəm ki, məsələn, oyun qurmaqla əlaqədar, oyun qurmaq proqramları. Nəysə, mən Təzə təkrar bilərsiniz, səsiniz. Biraz Allah heç nə olmaz. Səhvləri düzəltmək. Tamam. Şey, Maraqlıdır səhvləri. Danışmaq üçün. Dost kimden yani? Dost kimden var? Mən gəlecəkdə həkim olmaq istəyirəm. Həkimlər nə edir? Məlumat. Mən əvvəl ondan şəkil saxlayacağım. Aha. Siz nə demək istəyirsiniz? o da demək istəyir. Mən telefondan mən öz şəklim olmaq istəyirəm. O da mənim gələcəyimdə necə olacağını Farklı ideyalar var herhalde. Maraqlı ideyalar var. Başqa nə demək istəyən var? Yoxsa bu qədər? Aha. Neyse. Bu geçinləşdirib sualı. Daha çox qısa bir əlavə etmək istəyən var qısa. Buyurun, tez bir dənə cavab verin. Hayır. Sen öyle misin? Allah Allah. Düzgün cavab deyəcəyik. Əslində, kompüter insan kimi düşünür. Kompüter və ya robot insan kimi düşünəndə ona söz intellekt verir və sizin dediyiniz kimi məsləhət almaq üçün. Yəni, süni intellekt insan kimi məntiqindən istifadə edir ki, düzgün cavablar tapsın, səhvlər üzərində öyrənir və kreativ ideya alır. Fikriniz olmayanda nəsə tapmamışsınız. İndi oyuna keçək. Oyun haqqında məlumat verəcəyik. Oyun değil, konular. Burada karakteri yani xüsusiyyətləri verirsiniz. Ona görə bunun üçün sizə kompüter vermez değil. Üç grupa böləcək. Bağışın. Bəli. Raket, merak ol. Yalnız YouTube'a atacağım ha. İnternete atacağım size. Həm də ki, axırda bir müjdə var, pizza deyilən bir şey var sizə. O bizlər sakit dursanız, daha çox paylaşacaq mallarla görüşürüz. İndi oyun haqqında məlumat verdik. Siz oyuna girəndə belə 3 sıra görəsiniz. Ən rahat səviyyə budur, bu orta səviyyə, bu çətin səviyyə. Lakin bu kimi siz oyunu sıfırdan heç nə yazmırsınız. Sadəcə süni intellekt sizə göstərib yerinə yetirirsiniz. Məntiqi düşünməyi öyrənirsiniz. Bu səviyyədə siz kod yazırsınız, belə deyək, algoritmi düzəldirsiniz və bu səviyyədə isə siz tavır, bu rejimdə yaratdığınız kodu rəqiblərinizə qarşı yarışacaqsınız. Çoxlu rəqiblər var, keçid olasınız və çıxıdan söz qalsınız. Güçlük yox. Sayta girəsiniz, sizə hər şeyi göstərəcəyik. Siz buna baxarsınız, məsələn, bundan başına və belə bir şey açılacaq sizə. Burada elə bir sizə deyilir ki, məsələn, bu yerdən hansısa bir şeyi götürüb bu tərəfə, yəni ağ yerə, işləmək üçün yaradılan yerə salırsınız və kodu düzəndən sonra bu, yəni next növbəti düyməsinə basaraq axıra qədər gəlirsiniz. 24 nefer değilsiniz. 24 24 de bir. 5 il, 10 il.
Lazım ya. Bir dəfə gəldi. Bir dənə sakit, bir dənə qutarsın, tez başlayalım. Siz bu seviyeye geçende siz bu düğme basın tabiri bölümünde oynamaya başlasınız. Siz orada eğleneceğiniz kanallar. Bunlar olmayacak. Böyle bir şey yapılacak. Siz özünüzü həmişə yuxarı hissədə görəsiniz. Aşağı hissədə isə sizin rəqibiniz olacaq. Bu oyunun məqsədi odur ki, qısa zamanda daha çox yer doldurasınız. Necə? Algoritmlər. Algoritm düzərək yazırsınız. Çoxlu algoritmlər var. Məsələn, bir yəni sual verirəm. Elə, anlayırsınız. Necə? Sən qısa bir şəkildə alırsan. Deməli, bu karakterin buna algoritm verilir, bloklar var. Elə düz-bucaqlar olacaq, birləşdirəcəksiniz, ona görə hərəkət edəcək. Məsələn, divara tutmadan 90 dərəcə aşağı vurur, elə var. Yön dəyişdirəcək, belə anlayırsınız. Bloklara bölümü bırak. Her şeyden gelir. Şimdi buradan size deyilir ki sen onu götürüp tutursun böyle bak. Deyir ki 90'ın içine. Buraya gelir. Deməli, buradan həşəratı nə edəcəyini Deməli, buradan həşəratı nə edəcəyini görəsiniz. Burada bir qəhrəman var. Reaksiya basınca göstərir. Infinite. Baxın, belə bir karakter var. Buradan bir şeylər verəcək, algoritmlər. Bu sayəsində bu hərəkət edəcək. Başa düşə bilirsiniz? İndi mən sizə şey verim. Bunu təzədən başladım. Bu deməli başlanğıc şeydir. Yox, bu başlanğıc olur. Kazanmak demedi. Yani bitirdiniz her şeyi. Görürsünüz tam ekranı doldurur. Pizza versinlər. Vereceğiz. Hayat dana bakırsan siz bu seviyeni bitirdiniz. Şimdi bu seviyede oynamalısınız. Bıraksan mən oynayayım. Ortadır. O şey istersen sen de oyna. Her sıradan bir nefer oynasın. Sonra biraz daha çətindir. Çətinlər başa salınmaz. Aha. Okey. Okey. Sizden sen başa sal. Bilirsiniz necə doldurasın? Elə bir üçbucaq şəkli, yumru şəklində doldurmaya çalışırlar. Burada yazılı kimi. Bak yay birinci. Aha düzdür. İndi sizə nə yazır? Face towards. Zero. Face towards zero aşağıda. Bir tərəfdən tut. 5 saniyədə biraz çoxdur. Saniyədə biraz. Menüyə qayıdın. Menüyə baxın. Dərəcəsi dönüşür. Ona görə 90 dərəcə sadəcə olmayacaq ki. Bura mənfi 180-dən 80 qədər dönmək icazədir. Hoş bax, buranın döndürən durur. Axırda dolacaq. Necə? Nədir? Ha, belə yəni tamamlayacaq. Ha, orası şeydir. Amma bunun şey eləmədik, indi biz proqramlaşdırmalıyıq. Bu randomu indi öyrətdik, ona göre burada yazılanları eləyərək devam etməlisiniz. Aşağı çəkin buranı ki, axıra qədər görəsiniz. Hayır, ora basmayın. Başqa şey. Okey, bagayaya bas. Bəli, düz elədik. İndi bagayaya. Bagayaydan 10 pun bal buzadır. Banko. Aha, yəni divara deyəndə demək. İndi bunun birincini qoyuram. İndi aşağı yerdən qaraydan. Next'e bas. Next'e bas. Bu qayaya gir, torun 90'a gir. Torun 90 kal burada. İndi deyir ki 10 pun balın içine koy. Bunun içine. Kontrol gördüm. İndi next. İndi deyir ki bu sefer anlamadım ben. İndi deyir ki sizdən yoxlayın. Evet. Görürsünüz indi başqa cür. Artıq düz işləməyə başladı. Lakin çərçivədən biraz çıxmır, amma çıxmalıdır ki, hər yeri doldura bilsin. Ona görə devam edirsiniz. Next. Bəli, next'e basın. Next'e basın. İndi sizə deyilənləri təzədən edirsiniz. İndi təzdən elə. Siz görmürsünüz. 90. Bilirəm. Yo. Birinci 10 saat. Yani burada bir şey var. Yok, o birinci. Bagayay. Bagayaydan deyir ki, torun 90'a gir. Sonra bunu deyir. Bəli, bunu da qoymalısınız aşağı. Bunu gəlsən içinə Bəli, qoysan. içində olmalıdır. Turn 90 buranın içində olmalıdır. Turn 90'ı gətirək. Bəli, bura. İndi next'e basın. Ekran çekilərsin. İndi bir deyir ki, topu yok var. Sadəcə bunu bir şey istərsiniz. Biraz aşağı salarsınız ki, gözünüz qarışıq gəlir. Başqa sorunuz girir. Uşaqlar orta səviyyədəki kodu qururlar. Olur. Bak. Bir dəqiqə. Bak, olur. Çərçivədən qıraq. İndi görürsünüz necə işləyir. Siz bu nəticəni əldə etməliydiniz. İndi hər şey bitdi. Dan. Bəli, orada qalır, amma o artıq sizin probleminiz deyil. Ona görə dan. Yorulmadı. Bitirdiniz. Bu səviyyədə. Dan. 92. İndi oynaya bilərəm mən. Bəli. Mən Oynamayan bir kəs istəyirsən. Oynamayan bir kəs olsun ki, ədalətli olsun. Mən oynamışam. Onu da oynaya bilərsiniz. İndi çətin səviyyədə amma.
Bunlar da indi rəqiblərimizə qarşı oynayır. Orada keçəcək indi. Bunlar dediler. Göz məşqçisi. Gələcəm soxağa. Deməli, sən yavaş sal. Yalnız da bunu divara deyəndə 90 dərəcə dönməlidir ki, bunu gəlib duran tamam nədir? Hə. Yox, Ronaldo ən yaxşısı deyil, ən pisi deyilsin. Biz sənə get-gedə yəni ən yaxşısını göstərdik. Bu ikinci leveldir. İkinci leveldə göstərmək üçün gəlib turun baxalım. Bu döndərdi 90 dərəcə. İndi bu divara deyəndə şey olacaq, 90 dərəcə dönəcək. Baxın. Bax. Bunu baxdarsın, bax gördünüz. Buna görə durdu. Amma Ama bu göreydi şey. Burada bir de geçsin. Her yerinden. hə, ona görə də biz eləmək ki, bura gələndə dönsün. Anlayırsınız? Ona görə də öz zəncinə toxunanda dönməli. Adem neden əməkdaşlıq eləmirsən? Sən də keş burasın da. Ona biz bakteri biz bakteri yapmak için şey yapmadık. İkinci, biraz bir standartın istifadə edelim. Onun için de 5 saniye. Bizi kurtarır. Değme değme yenilenecek değme. Dokunma dokunma. Bana hediye vereceğim. Bitti. Esen. Sağ olsun. Bir yerde elədiniz. Deyək ki bir yerde elədiniz. Ona görə posta dəyişiklik edirlər. Məsələn, 180-ə 290-a dəyişmək istəyirlər. Tower. Aha. Tower. Practice baxmıyorum. Tower. 4 deyəsən. Bir girmə baxmıyorum. Hani indi Hopper'a qarşı sənə. Aha. Gitmeyin qəlbələr. Yaxşı hərəkət. Bir də hər mən bunu verirəm. Deyəsən bunu. Keçdi. Ama yox. Az sayılır. Bakın bir Yenə də görsün arxasına gedin. Məncə ona görə. Orada çekebilirler hiç arkası. Niye çekmişsin ki de? Aha, indi bax. Bu oldu. Şimdi bunun için şart var. Bu şeydir. Özden gibi tapanda değişen. Amma etdi deyir. Özden şey değil. Bu kendinin ağrınca kendi kazan dönecektir. Ölçtürüz. Çünkü burada meşat değilmiş ama. Gördünüz. Hadi ki öz şeyine kalanda, öz bence kalanda. Neyse elə. Onu yani. Bu 90 derece gelecek. Ya başa düştü be. Oradan tezden 90 derece gelecek. Şey. Hopper. 90 derece kalmışsın. Biz 3 dənəsini yoxdur. Ona görə bura basa bilərik. İndi bura gəlsəz, sizə sertifikat verəcəyik. Sertifikatı soruşmuşsunuz nəyə görə verilir, buna görə verilir. Siz biraz boy atmış. Boyaq. Orada biraz şeydi. Ha. İndi yoxlayaq tavır səviyyəsində. Okey basıyor. Okey'e basın, bəli. Tavır və böyüdək. Böyütməni böyle saldır. Skipləmək istəyirsiniz. Böyle. Bu en aşağı versiyon. Bu orta versiyon. Siz heç nə eləmişsiniz. Sizin kodunuz sadəcə yarışı. Bu çox yavaş gelir. Sadəcə biraz artırın. Siz uduruq. Özdə çox uduruq ona qarşı. Artıq özləri başa düşməyə başladı. Özləri buradan götürərək məhv blokuna basaraq
Başa düşdülər ki, pick random yerinə basmalısınızlar. Heç bir köməklik göstərmədi.